Həbibim Allah Rəsulu mənə söz verib ki, ölümümdən qabaq meyyit məndən danışar. Əli əleyhissalamın yaxın insanlarından olub Əsbəq. Əsbəq o adamdır ki, Əli əleyhissalam zərbətlənəndən sonraki evdə ölüm yatağındaydı. Əsbəq gəlmişdi yanına, onun halını görürdü. Yaxın idi Əli əleyhissalam. Deyir, mən Mədaində idim, Salman xəstələnib yatağa düşmüşdü, tez-tez gedirdim bu Salmana dəyməyə. Deyir, elə hiss edirdi Salman ki, ömürlərinin axırıdır deyəsin, az qalıb. Bir gün mənə dedi ki, Əsbəq ibn Nubatə. Dedim, bəli. Dedi, bir sərir düzəldin, yəni bir şey ki, məni onun üstünə qoya biləsiniz. Məni onun üstünə qoyun, aparın qəbristana. Dedim, niyə? Bu son günlərində niyə gedirsən qəbristana? Dedi, Həbibim Allah Rəsulu mənə söz verib ki, ölümümdən qabaq meyyit məndən danışar. Dedi, Əsbəq, məni apar qəbristana, əziyyət çəkirəm. Meyyitlə danışım, görüm mənlə danışsalar, bilim ki, day mənim ölümüm qətidir, mənim ölümümə az qalıb, yox, əgər danışmasalar, qaytararsınız məni geriyə. Əsbəq deyir, Salmanı gətirdi Mədain qəbristanına, Salmanı qoyduq yerə. Salman deyir, üzün tutdu qəbirlərə, salam verdi bütün qəbristan əhlinə. Dedi, salam olsun sizə, ey torpaqlar altında yatan insanlar. Salam olsun sizə, ey torpaqların əsirlərinə dönənlər. Salam olsun sizə, ey o insanlar ki, əməlləri dünyadan bitdi və indi axirətdə öz hesablarının intizarındadılar. Mənəm Salman, elə bir insan ki, Allah Rəsulu mənə dedi, ölümümdən qabaq meyyit səndən danışar. Gəlmişəm sizlə danışım. Kimdir o adam ki, Allah və Rəsuluna xatir mənlə danışacaq? Salman bu sözü deyəndən sonra qəbirlərin birindən səs gəldi. Səs gəldi, salam olsun sizə, ey yerin əsirləri, ey yerə yapışıb qalanlar. Mən məmur olmuşam, mənə icazə verilib sənin suallarına cavab verin. Ey Allah Rəsulunun sevimli səhabəsi, de və soruş məndən nə soruşursansa. Nə istəyirsən soruş. Əsbəq deyir, elə ki o səs gəldi. Salman dedi ki, sifliyəl mavud. Ölümü mənə vəsf elə. Mənə ölümdən danış. Ölüm necə baş verir, onu mənə denən. Mən bilmək istəyirəm. Meyyitdən səs gəldi ki, Salman, elə ki xəstələndim, ölüm yatağına düşdüm, halım get-getə ağırlaşır. Birdən gördüm Salman, bir vücud daxil oldu mənim otağıma. Gördüm bunun ayaqları yerdən məsafəlidir. Bu ayağını yerə qoymayıb. Ayağı ilə yer arasında bunun məsafə var. Bildim deyəsən bu mələkdir, məni aparmağa gəlib. Bu gəlib mənim canımı almağa. Salman, elə mən bu düşüncədə idim, o mənə elə baxdı, dilim tutuldu, dilim bağlandı. Mənə işarə elədi, qulaqlarım kar oldu, mənə işarə elədi, gözlərim kör oldu. Ondan sonra yaxınlaşdı, ruhumu bədənimdən ayırdı Salman. Salman, elə bil mişarla bədənimi doğrayırdılar. Belə hiss elədim, deyir mən. Elə bil, deyir, mənim bədənimi qayçı ilə tikə-tikə kəsirdilər. Belə hiss elədim. Ondan sonra mənim ruhumu apardı, gətirdi bir yerdə təhvil verdi mənim ruhumu başqa mələklərə. Təhvil verəndə, deyir, məni qəbrin içinə qoydular. Onda bir dənə mələk daxil oldu mənlə qəbrə. Mələkdən, deyir, mən soruşdum ki, sən kimsən, nə üçün gəlmisən? Dedi, mən münəbbiyəm. Gəlmişəm, insanları bir dəfədə ayıldım. Mən o mələyəm ki, Allah mənə əmr eləyib, insanların əməllərini yazdırım. Mənim işim budur. Gəlmişəm, sənə elədiyin əməlləri yazdırım, yaz elədiyin əməlləri, mənə dedi. Bu sözü mənə elə dedi ki, mənim bütün vəhşət canımı götürdü Salman. Mən dedim, axı mənim kağızım yoxdur yazmağa.
Dedi, kəfənivin bir qırağına yaz. Dedim, axı mənim qələmim yoxdur yazmağa. Dedi, şəhadət barmağımdan yaz. Dedim, axı mənim mürəkkəbim yoxdur yazmağa. Dedi, ağzımın suyundan götür yaz. Salman bu əmrləri mənə verdi elə bir halla ki, mənlə mehriban deyildi. Mənlə çox sərt rəftar elədi Salman. Mən istəyirdim, yazım, baxdım buna, dedim, axı mənim yadımda deyil, mən nələr eləmişəm. Sən ki, mənə deyirsən, nə eləmişsən, yaz, axı, mən unutmuşam hamısını. Dedi, elə mən ona görə məmur olunmuşam, mən ona görə buradayam. Sən elədiyin hər nə varsa, Allah qeyd edib və onların hamısı mənim huzurumdadır, mənim yanımdadır. Mən deyəcəm, sən yazacaqsan. Sən elədikləri deyəcəm, yazacaqsan. Deyir, Salman, mənim həddi buluq olduğum gündən mən nə eləmişdim, hamısını mənə dedi. Mən də qorxa-qorxa, titriyə-titriyə yazdım, deyir, hamısını kəfənimin qırağına. Yazdım, deyir, Salman, qutardım, gəldi o mələk kəfənimin o hissəsini cırdı, onun altına bir dənə möhür vurdu, ondan sonra deyir, bir dənə deşik açdı, keçirtdi mənim əməllərimi mənim boynumdan, astı mənim boynumdan. Dedi, Salman, o əməllər ki yazmışdım, o əməllər ki mənim boynumdan astı, onu mənim boynumdan asanda gördüm, ilahi, elə bil dünyanın dağlarını mənim boynumdan asdılar. Gördüm, ilahi, nə ağır şeylər oldu bunlar. Salman bir daha səsim tutuldu. Əsbəq deyir, bu meyyit bunları danışanda Salmanın gözündən yaş axırdı, Salman ağlayırdı. Salman dedi ki, ay Allah bəndəsi, məgər sən nə əməlin sahibiydin ki, səndən belə rəftar elədin? Məgər sən Allaha və Peyğəmbərinə iman gətirməmişdin? Deyir, o meyyitdən səs gəldi ki, yox Salman, bir Allah özü şahiddir ki, mən Quran əhli idim. Salman, mən namaz əhli idim. Salman, mən oruç tutardım. Salman, mən bir tikə halal çörək qazanmaq üçün özümü zəhmətə salardım. Salman, mən hər bir günahımın dalıca istiğfar eləyib Allahıma yalvarardım. Salman, mənim başıma gələnlər bunlar oldu. Salman dedi, ay Allahın bəndəsi, qəlbim sıxıldı, de görüm Allah sonra neynədi səndən? Dedi, Salman, onlar gedəndən sonra 2 mələk gəldi. Onlardan birinin elə bir cüssəsi var idi. Onun bədəninə baxdım, gördüm, ilahi, əgər yerdə, göydə nə qədər məxluq var, hamısı yığışıb istəsələr bunu itəliyələr, bunu yerindən tərpədə bilməzlər. O gəldi, deyir, durdu mənim müqabilimdə, uca səslə qışqırdı üstümə ki, mən Rəbbum, sənin Rəbbin kimi. Bir Salman, həyatımda elə vahiməli səs eşitməmişdim. Əgər o səsi dünyaya buraxsaydılar, yer üzünün əhalisi o səsin qəhrindən hamı söylərdi. Deyir, vücudum titrəməyə başladı mənim. Amma birdən deyir, sualın cavabı yadıma düşdü mənim. Allah rəhm edib. Deyir, Salman, birdən o sualın cavabı mənim yadıma düşdü. Gördüm, dilim açıldı, dilimi ki möhürləmişdilər. Gördüm, dilim açıldı. Dedim, sən mənim üstümə belə qışqırma. Dedim, sən məni belə yəhsiz hesab eləmə. Ennə Rabbiyallah, mənim Rəbbim mütəal Allahımdır. Bir Rəbbimdir ki, mən ona ümidvar olub yaşamışam. Bir Rəbbimdir ki, mən ona ümidvar olub bura gəlmişəm. Sən məni belə incitmə. Mənim Peyğəmbərim, sevdiyim, əzizlədiyim Məhəmməd ibn Abdullahdır. Mənim kitabım Qurandır. Ümidim Pərverdigarımdır. Məni belə incitməsən burada. Deyir, elə ki səsim açıldı, mən Allahla danışa bildim. Elə ki səsim açıldı, mən Peyğəmbəri yad eləyə bildim. O mələk ki, can cüssəsi o boyda dedi, o çəkildi bir kənara. O birisi mələk əli ilə işarə elədi qəbrimə. Baxdım, gördüm, göz istədiyi qədər bağ-bağat. Salman, Allah məni bağışladı. Amma sən demə, o yazdıqlarımın içində, yaşadıqlarımın içində nə qədər diqqətimdən qaçan günahlar var imiş.
Nə qədər fikir vermədiyim günahlar var imiş. Nə qədər olur deyirsən ki, bu günahdır, deyirək ki, kaş bütün günahlarım elə bu olsun. Salman, bax, belə şeylər insanı qəbrini çox çətin edir. Günahı yüngül saymaq günahların ən böyüyüdür. Deyirsən, bunu eləmə, deyir, bu nə günahdır ki, ev yıxmıram, adam öldürmürəm ki. Qoy elə Allah məni buna görə cəzalandırsın. Ondan böyük günah yoxdur. Günaha adi sayma. Dedi Salman, mənim nə qədər günahım var idi, adi baxmışım. Gözümdən qaçıb, fikrimdən yayınıb. O günahlara xatir Salman, mənim bunlar başıma gəldi. Mən bu çətinlikləri gördüm, bu sıxıntıları mən yaşadım. Əsbəq deyir, Salman bunların hamısını dinlədi. Sonra başını qaldırdı, Rəbbinə tərəf dedi ki, İlahi, Peyğəmbərim mənə düz xəbər verib, meyyit məndən danışdı. İlahi, bu insan sıxıntıları yaşadı, amma sonunda rəhməti şamil oldu. Bu insan sıxıntıları yaşadı, amma sonunda sən ona rəhm elədin, sən bağışladın onu. İlahi, şəhadət verirəm, səndən başqa məbud yoxdur. Şəhadət verirəm sonuncu Peyğəmbərin haqq olmasına. Şəhadət verirəm Əli ibn Əbi Talibin imamətinə və vilayətinə. Sığınıram sənin rəhmətinə. Al mənim canımı özvə tərəf. Əsbəq deyir, Salman bu sözləri dedi və gözünü yumdu. Ölüm ən ciddi alması mövzudur. Ölüm baxmayaraq ki, bir körpüdür, bu dünyanın o axirət aləminə keçiddir, amma ölüm anı günahlar, zülmətlər, səhvlər, tövbəsiz olan əməllər, bunlar çox çətinlik yaradar bizim üçün. Ağzımıza bir möhür vurarlar ki, açmazlar Allahla danışmağa. Ona görə ölümü ciddiyə alaq, ölümə hazırlaşaq.